Xəbər verdiyimiz kimi, ötən gün Şabrançay çayının Şabran rayonu Xəlfələr kəndindən keçən hissəsində daşması nəticəsində 2 nəfər həlak olub. Dünyasını dəyişən şəxslərdən 59 yaşlı Nurməmməd Qəhrəmanoğlu Məmmədov Şirvan şəhər Bayramlı qəsəbə sakinidir. O, Milli Məclisin 6-cı çağırış deputatı İltizam Yusifovun bacısı oğludur. Mərhum bu gün dəfn edilib. Qeyd edək ki, İltizam Yusifov uzun illər neft çıxarma sənayesində çalışıb. Nurməmməd Məmmədov da Siyəzən Oil neft şirkətinin əməkdaşı olub. Onunla birlikdə iş yoldaşı Salyan rayon sakini 63 yaşlı Etibar Hafizoğlu Nağıyev dünən işə gedərkən selə düşərək vəfat ediblər. Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır. Şabranda çayda daha bir nəfərin meyti tapılıb. Meyti tapılan şəxsin Siyəzən Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı Siyəzən rayon sakini 63 yaşlı Füzuli Mövludoğlu Paşayev olduğu bildirilir. Meyit Şabran rayonu Dağbilici kəndi yaxınlığında çay kənarında aşkarlanıb. Onun seldə boğulduğu bildirilir. Fakt araşdırılır. Əldə etdiyimiz məlumata görə onunla birlikdə seldə boğularaq həyatını itirən Məmmədov Nurməmməd Qəhrəmanoğlu və Nağıyev Etibar Hafizoğlu da Siyəzən Neft-Qaz Çıxarma İdarəsinin əməkdaşı olub.